Bu podkastda qadağalar və onların niyə işə yaramadığı haqqında danışmaq istəyirəm və bildiyimiz klassik situasiyadan giriş eləyəcəm. Kiminsə artıq kilo problemi var. Bu insan bunun fərqindəliyini yaşayır və bir qrup qidanı özünə qadağa eləyir. Niyə? Çünki o məsuliyyəti, artıq çəkisinin məsuliyyətini o qidaya yükləmək daha asandır. O insan deyir ki, mən kökəlirəm çörəyə görə, mən kökəlirəm şirniyyata görə və bu insan öz məsuliyyətini özü qarşısında belə etiraf edə bilmir və ya istəmir ki, mən əslində o qidalardan gərəksiz yediyim üçün kökəlirəm. Burada bir növdə psixologiyanın özümüzü müdafiə sistemi ortaya keçir ki, bizə asandır. Yəni biz heç nəyin məsuliyyətini, heç nəyin günahını yaşamaq istəmirik, biz bundan yayınırıq. Amma nə qədər o məsuliyyəti tez dərk etsək, o qədər də bu problemin öhdəsindən gələ bilərik. Burada məsələ təbii ki, qidalanmadan, təkcə qidalanmadan getməyə bilər. Həyatın digər aspektlərində də elədir ki, müəyyən şeyləri məsuliyyətlə həll etmək lazımdır və o məsuliyyəti dərk etdikdə artıq biz müəyyən problemlərin həll yolunu tapa bilirik. Sadəcə burada mövzu qidalanmadır. Ona görə də mən bu mövzunun çərçivəsində bütün izahımı quracağam. Dediyim kimi, heç kim heç bir qidadan kökəlmir. Bizi kökəldən o qidaların gərəksiz istifadəsidir. Və ilk öncə biz bunun məsuliyyətini dərk etməliyik ki, problem çörəkdə deyil. Problem ondadır ki, mən bu çörəyi niyəsə çox yeyirəm. Və artıq onun üzərində işləmək lazımdır da qadağalar vasitəsilə yox, bunu qədərində saxlayaraq. Çünki qadağalar ortaya girəndə nə olur? Klassik bir drama. Filan qidalar mənə qadağadır. Beyin o qadağalar ətrafında marağı artırır, istəyi artırır. Bizə qadağa olunan şeylər bizə daha cəlbedici gəlir və biz bir dənə emosional boşluğa, bir dənə xoşagəlməz hadisəyə düşən kimi həmin qadağa olunan qidalar keçir mükafat kateqoriyasına. Və biz deyirik ki, mən necə ağır bir gün yaşadım, mən indi özümü mükafatlandırmağa layiqəm. Və bunu bəhanə edərək gedirik özümüzə bir müddət sonra qadağa edilən qidalardan yeyirik. Və əslində necə olmalıdır? Bizə o qidalara təsəlli üçün ehtiyacımız var idi, amma biz artıq o qidadan həzz ala bilmirik. Çünki o qadağalar ətrafındakı stres bizə günah hissi yaşadır ki, ayda mən bunu niyə yedim? Və başlanır. Mən əgər bunu idarə eləyə bilmirəmsə, mən əgər ağzıma yeyə dura bilmirəmsə, mən yaxşı şeylərə layiq deyiləm, mən necə bir insanam, mən həyatda deməli heç nə idarə eləyə bilmirəm də. Yəni sadə bir dənə qadağadan başlanan hadisə gəlir, görürsüz ki, əslində açıq danışsaq biraz qeyri-sağlam hal alır ki, biz bunu həyatımıza yansıdırıq və yenə də hər şey özgüvənimizi sarsıdır. Bizim özümüzü adekvat dəyərləndirmə qabiliyyətimizi əlimizdən alır. Və bu hal bir dəfə təkrarlanır, 2 dəfə təkrarlanır. Təbii ki, bunlar təkrarlandıqca hal dayda ağırlaşır. Qadağalar lap sərt qadağalar olur. Onlar pozulduqca biz özümüzə daha da sərt reaksiya veririk. Bu döngə artıq çevrilir vərdişə, qaçılmaz bir hal alır. Və fikir verin. Biz bu əslində təsəlli axtarmaq üçün qadağa olunan məhsullara müraciət edəndə bizim məqsədimiz aclığımız olmur. Onun dadını xatırlamaq olmur. Bizdə məqsəd olur ki, mən bundan çox yeyim. Bugündən sonra çünki mən 100% bunu yeməyəcəm və bu məhsulu mənim əlimdən alacaqlar. Yəni bu döngə artıq vərdiş halına çevrilir. Hər dəfəsində bizim məqsədimiz olur ki, qadağa olunan məhsuldan gərəyindən də çox, bəlkə də konvulsiv şəkildə yemək. Çünki o mexanizm, qorxu mexanizmi işləyir ki, bu axırıncıdır, biz bir də bunu görməyəcəyik və orada bir növ daxili acgözlüyümüz rol alır, hansı ki bizə icazə vermir dayanmağa. Baxın, bu sxem çox güman ki, əgər bu kanalda varsınızsa, əgər bu sxem əksərinizə tanışdır. Ona görə də bu bir nümunədir, niyə qadağalar işləmir. Əslində necə olmalıdır?
Siz qadağalara yox, siz daxili hisslərinizə fikir verməlisiniz. Əgər artıq çəkiniz varsa, birinci növbədə bu biraz xoş olmasa da, amma həqiqətən bu hisslə üzləşməlisiniz ki, sizin artıq çəkiniz qidaya görə deyil, onun gərəksiz istifadəsinə görədir və siz bu məsuliyyəti qəbul etməlisiniz. Və yalnız bundan sonra siz artıq ona həll yolu tapmalısınız ki, mən stressiz, qadağasız, özümə bütün bu bayaq danışdığım dramanı yaratmadan bu problemi necə həll eləyim? Və artıq oturub öz vərdişlərinizi nəzərdən keçirməlisiniz ki, harda o boşluq var, harda səhv eləyirsiniz, nə sizi dayanmağa qoymur, nədir bu, emosional acılıqdırmı, sadəcə vərdiş halındanmı yeyirsiniz və artıq o istiqamətdə həll yolları tapılmalıdır. Ona görə də mən hər kəsə qadağalardan yayınmağı tövsiyə eləyirəm. Qadağalar heç vaxt işə yaramayacaq. Çünki inanın ki, yer üzündə elə bir adam yoxdur ki, hansı ki özünə sağlamlıq göstəricisi olmadan hansısa qidanı qadağa qoyub və ömrünün axırına kimi o qadağaya əməl edə bilib. Bir də burada elə bir məqam var ki, beyin qadağaları sevmir. Beyin ümumiyyətlə onu limitləyən heç nəyi sevmir. Yəni biraz belə paralel keçirim ki, adi insanlar üçün aktual düşünülmüş cəza azadlıqdan məhrum olunmadır. Niyə? Çünki nə qədər xarici o həbsxanaların komfortlu şəraitlərini filan görsək də, orada heç kim xoşbəxt ola bilmir, çünki azadlığı əlindən alınıb. Ona görə də azadlıq itirmə qorxusu insanlar üçün çox belə panikaya salacaq bir vəziyyətdir. Və çox normaldır ki, beynin də o azadlığını əlindən alanda qadağalar vasitəsilə beyin bizə bu şəkildə müqavimət göstərir. Yəni hər şey yenə də sadə psixologiya əsaslarına dirənir. Ona görə də nə özünüzə gərəksiz stres yaradın, nə məsuliyyətdən yayının. Yəni biz hamımız böyük insanlarıq və hər kəs öz həyatının məsuliyyətini daşıya biləcək qabiliyyətdədir və bunu unutmayaq. Problem etiraf etmək lazımdır ki, qidada deyil. Problem bizi o qidaya yönləndirən amillərdədir ki, biz bunu gərəksiz yeyirik. Hər kəsə tövsiyəm qadağalardan imtina eləyin. Çalışın, öz vərdişləriniz üzərində çalışasınız və özünüzə boş yerdən, sağlam olduğunuz anlarda, yəni əslində şükür eləməliyik, minnətdarlıq yaşamalıyıq ki, bizim sağlam bədənimiz bizə hər cür qidanı yeməyə icazə verir. Və bunu bilə-bilə özümüzə o qidaları qadağa etmək, biz özümüzü onlardan məhrum etmək lazım deyil. Bugünkü podkastım bu qədər. Ümid edirəm hər kəsə faydalı oldu. Podkastlarla əlaqədar suallar filan yaransa, Instagram səhifəmə direktdən yaza bilərsiniz. Hər kəsə hər mövzuda cavablandıracağam, istiqamətləndirəcəm. Belə, hər kəsə uğurlar.